Salam, bugün sizlərlə yeni aldığım tırtır analizini bölüşmək istəyirəm. Bakıda soruşdum, mağazaların 50% indirdilər və mən də noyabr ayında Trendyolun indirim kampanyasına qoşularaq özüm üçün 32 manata indirimdə belə bir tırtırın analizini aldım. Aldım və gətirdim ki, yoxlayım, sineyim, görməyəcək bir fərq görəcəksiniz yoxsa yox. Çox gözəl bir açılış elədim. Bir əlimdə telefon olduğu üçün çəkirəm videonu çəkməkdə. Amma bacardım, şükür Allaha çəkə bildim. Demək, mən almışam N1 21N rəngini, yəni ivor rəngini, açıq dərli xanım olduğum üçün və yadımdan çıxdı altdan baza vurmaq, baza falan vurmamışam, nəmləndirici istifadə etmədən. Nəmləndirici istifadə etmədən tanalini tətbiq elədim üzümə, nəmləndiricisiz birbaşa çəkdim. Onda belə yəni ki, gözəl oturdu. Yəni hələ gör nəmləndirici vursam, altdan nə bilim nələrsə vursam, üzümü qəşəng yağlandırsaydım, daha da gözəl oturacaqdı üzümdə. Fərqi sizə göstərmək üçün karandaşla ortadan ikiyə ayırdım. Bir tərəfə vurdum, bir tərəfə vurmadım. Fərqi görürsünüz, parlaqdır, işıldayır, çox qəşəng örtür. Quru